Hər vaxtınız xeyir olsun. Tərəzilər mövzusunun izahına diqqət edirik. Tərəziləri həll edərkən hansı üsullardan istifadə edirik? Hansı yollardan istifadə etsək daha rahat bir şəkildə cavabı tapa bilərik? Onlara baxacağıq. Tərəzilərdə ilk öncə bilməli olduğumuz nədir? Qollu tərəzilərdə, məsəl üçün elə birinci üzərində göstərim. Qollu tərəzilərdə bu qoldan asılan və digər sağ tərəfdəki qoldan asılan çəkilər bir-birinə bərabər olur. Əgər bir tərəzi tarazlıqdadırsa, onda onlardan asılan çəkilər bir-birinə bərabər olur. Yəni buradakı A və B-nin çəkisi C-nin çəkisinə nədir? Bərabərdir. Buradakı AB-ni A vur B kimi yox, sanki bura 2 dənə çəki daşı qoyulub. Birinin çəkisi A-dır, digərinin də çəkisi B-dir. Bunu A vur B kimi yox, yəni nəzərimizdə A plus B kimi saxlayırıq. Məsələn, belə. Tərəzidir. Burada 8 kiloluq bir nəsə var. Burada isə 5 və 3 kiloluq. Yəni biri A, birində B kiloluq çəki daşı kimi nəzərdən keçiririk. Yəni buna A plus B bir neçə dənə çəki daşı qoyulubsa, onları cəm kimi nəzərdə tuturuq. Tərəziləri həll etməyin üsulları hansılardır? Birincisi alt-alta toplama. Alt-alta toplama. İkincisi nədir? Çarpaz toplama. Çarpaz toplama. Üçüncüsü əvəz etmədir. Dördüncüsü isə islah etmə. Beşinci üsulda var. Bu əsasən rəqəm vermə adlanır, amma onu bütün məsələlərdə tətbiq etmirik. Konkret məsələ tipləri var ki, onlara da nümunə göstərəcəm. Onlarda rəqəm verməni tətbiq edirik. Çünki bütün tərəzi suallarına rəqəm verməni etsək, bu çox vaxtımızı apara bilər, dolaşıqlığa sala bilər bizi. Bu səbəbdən də daha çox rəqəm vermənin xüsusi tipləri var. Onlarda rəqəm veririk. Yəni bir çəki daşı bir neçəsindən yox, yalnızca eyni bir çəki daşından asılı olan halda rəqəm vermək mümkün olur. Alt-alta toplama nədir? Çarpaz toplama nədir? Məsələn, belə baxaq. Buradan bir tərəzidən, bu da digər bir tərəzidir. Buradan 5 kiloluq bir məhsul asılıb, buradan da. Bunlar tarazlıqdadır. Bu da 8 olsun. Bu iki tərəzi də tarazlıqda olan tərəzilərdir. Mən bunların sol gözlərini alt-alta toplasam, buradakı çəki ümumi eləyir 13. Sağ tərəflərdə toplasam, sağdakı da eləyir 13. 13 13-ə bərabərdir. Deməli, alt-alta toplamanın nəticəsi bərabərdir. Bu səbəbdən deyirik alt-alta toplama. Ola bilər ki, çarpaz toplama. Bəs çarpaz toplama nədir? Bu da bir tərəzidir. Bu da digər bir tərəzi. Çarpaz toplama dedikdə bu formada baxırıq. 5 ilə 8-in cəmi, bu tərəfki 5 ilə 8-in cəmini verir. 13 13-ə bərabər olur həqiqətən də. Alt-alta toplama da budur. Bəs əvəz etmə nədir? Əvəz etmə deyəndə birinin qiymətini gətirib o birisini də qoyuruq. Məsələn, burada C nəyə bərabərdir? AB-yə bərabərdir. C-nin yerinə buradan C-ni götürüb, yerinə gətirib AB yazıram. Dördüncüsü islah etmədir. Bəs bu islah etmə nədir? Hər iki gözdə olan eyni çəki daşlarını atmaq deməkdir. Məsələn, bir dənə A ilə buradakı bir dənə A-nı islah edirəm və nəticədə alıram 3B bərabərdir 2 dənə A-ya. İslah etmə də bu deməkdir. İndi qaydaq elə birinci sualın üstünə. Görə bunu alt-alta toplamada nə alırıq? Çarpaz toplamada nə alırıq? Bəs nə biləcəyik ki biz? Alt-alta mı toplayaq? Çarpaz mı toplayaq? Əvəz mi edək? Sualda bizdən nə tələb olunur? 3 dənə B. 3 dənə B-nin çəkisi nəyə bərabərdir? Hansı daşlara bərabərdir? Bunu tapmalıyıq. Mən yuxarıdakı bizə verilən 2 dənə tərəziyə baxıram. Burada AB C-yə bərabərdir. Burada da B, BC bərabərdir 3 dənə A-ya. Mən 3 dənə B-ni necə yarada bilərəm? Çarpaz mı toplasam yaradaram, yoxsa alt-alta toplasam yaradaram? Təbii ki, alt-alta. Bu 2 dənə çəki daşlarını alt-alta toplayıram. Nə olur? Və toplayanda da yan-yana yazırıq elə. A, B, 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 C bərabər oldu. Sağ tərəfləri də bir toplayıram. C, A, A, A. Eyniləri islah edirəm. Eynilər hansılardır? 1A, 1A getdi. Bir dənə C, bir dənə C getdi. Nəticəsi nə qaldı? 3 dənə B,
bərabər oldu 2 dənə A-ya. Elə bizdən də 3B-nin nəyə bərabər olduğunu soruşurdu. 2 dənə A-ya bərabər olur. Bəzən bir cavabı tapırıq. Məsəl üçün AA. Əgər variantlarda AA olmasaydı, başqa bir alternativ düşünməli idik onda. Yəni bu tərəzilərdə də problem o zaman ortaya çıxır ki, bizim tapdığımız cavab variantlarda olmur. Deməli bizim tapdığımız cavab yanlışdır. Bu o demək deyil. Bizim tapdığımız cavabdan başqa cür ifadə də oluna bilər, yəni. Məsəl üçün tapıram cavabı 2 dənə A. Ola bilər ki, 2 dənə A-ya bərabər olan 3 dənə C olsun. Yəni onu gətirib verirlər variantda. Bunu da əvəz etmə nəticəsində tapırıq. Məsələn, baxaq nəyə? İkinci sualda məsələn, ikinci sualda cavabda bizdən nəyi soruşur? 4 dənə x-i soruşur. Mən yuxarı nəzər yetirirəm. Görüm 4 dənə x-i necə ala bilərəm? Alt-alta toplasam, 2x-lər, 2x-lər ixtisar gedib gedəcək. Yəni islah olub gedəcəklər. Amma mən bunu çarpaz toplasam 4 dənə x yaranacaq. Çarpaz toplayanda 4 dənə x yanına y bərabərdir. Bunları çarpaz toplayıram. Y, 3 dənə də z. İxtisar edirəm eyniləri. 1 y-lə 1 y gedir. Nə qalır? Alıram ki 4 dənə x bərabərdir. Y, 3 dənə də, daha doğrusu 4 dənə də, burada z-in birini az yazmışım. 4 dənə də z. Aha, 1 y, 4 dənə də z. Bu da məhz Y variantında doğru formada verilib. Üçüncü sual. Üçüncü sualda nə etmək lazımdır? 5 dənə el var. 5 eli yaratmaq üçün yenə mən bunları alt-alta toplayıram. Alt-alta toplasam K, 5 dənə el, 1 dənə M və sağ tərəflərdə toplayıram. 2 dənə M, 3 dənə K. Ortaq olanları atıram. 1 M-dən 1 M getdi. 2 dənə K-dan 2 dənə K getdi və nəticədə 5 dənə el bərabər oldu MK-ya. Bizdən də 5 eli soruşurdu. Cavab oldu MK. Məsələn, baxaq 6-cı suala. 6-cı sualda yumru ilə üçbucaq kvadratdır. Gətirib kvadratın yerinə dairə, bir üçbucaq da yazmaq olar. Və yaxud da ki, mən 2 üçbucağı necə yarada bilərəm? 2 üçbucağı alt-alta toplamaqla yarada bilərəm. Alt-alta toplasam 2 dənə üçbucaq, bir dairə, bir kvadrat alıram. Sağ tərəfdə də 1 kvadrat, 2 dənə dairə. Linləri atıram. 1 kvadrat, 1 dairə, 1 dairə gedir. Nəticədə qalır 2 dənə üçbucaq bərabərdir 1 dənə dairəyə. Doğru cavab da olur Y variantı. Və tərəzilərdə bu formada həll edirik. Bəzən çox fiqurlar verir tərəzilərin içərisində. Çox fiqurlar və yaxud da ki, çox ədədlər verir. Onda nə edirik? Eyni gözdən eyniləri islah edirik. Məsələn, 13-ə baxıram. 13-ə. Birinci gözə baxsam tərəzinin ilk gözünə. Hər ikisində ortaq olanlar var. Kvadrat və dairə. Buradan da 1 kvadrat, 1 dairəni atıram. Yerdə nə qalır? 3 dənə kvadrat bərabərdir 1 dairə 1 kvadrata. Aşağıdan da yazıb ki 2 kvadrat 1 üçbucaq dairəyə bərabərdir. Mən burada 3 dənə kvadratı almaq üçün nə edə bilərəm? Çarpaz toplayaram. Artıq belə bir tərəzi aldım. Bu tərəzidə də çarpaz toplayaram və yaxud da ki dairəni gətirib əvəz eləyərəm. Çarpaz toplasaq nə olacaq? Kvadrat, kvadrat, kvadrat dairə bərabərdir. Dairə, üçbucaq, üçbucaq. Burada bir üçbucaq da var. Üçbucaq. Nə olur bəs? İxtisar etsəm, bir dairə, bir üçbucaq gedir. Nəticədə nə qalır? 3 dənə kvadrat bərabərdir 2 dənə üçbucağa. Bizdən də 3 kvadratın nəyə bərabər olmasını soruşur? 2 dənə üçbucağa. Doğru cavab olur B. Daha sonra 14. 14'te tərəzi çox böyük görünür. Eyni çəki daşları var. Çünki bərabər tarazlıqda olan gözlərdə.
Bir K'na bu bir K'nı ataram. Digəri ilə də bu birisini. M-lə M-i atarıq. 2 dənə L buradan ataram. 2 dənə də L buradan ataram. Onda birinci gözdən nə qalır? 2 dənə K bərabərdir 2 dənə L. Aşağıda bəs enləri atsam nə baş verir? 3 dənə M atıram. Buradan da 3 dənə M attım. 1 L 1 K atıram. Buradan da 1 L 1 K atıram. Ne qaldı? M bərabərdir L K. M bərabərdir L K aldım. Buradan 3 dənə L yaratmaq üçün alt-alta toplayarım. Alt-alta toplasam K, K, M bərabərdir K, L, L, L alaram. Bu K'la bu K ixtisar gedər. Nə qalar? 3 dənə L bərabərdir K, M. Olmuş olar. 3 dənə L KM-ə bərabərdir. Bu da Y variantındadır. Yəni çox olanlarda da bu formada həll edə bilirik. Bunun aşağısında yenə də 2M yaratmaq üçün alt-alta toplamalıyam. Nə olur? L, M, M, K. Sol tərəfi də alt-alta toplayıram. L, L, 3 dənə də K. Ortaq olanları ixtisar etsəm 1 L 1 K gedir. Buradan da 1 L 1 K gedir. Qoşa M bərabərdir K, K, L alınmış olur. Bu da C variantında gösterilib. Daha sonra 16'da 3 dənə bərabər tərəzilər göstərilib. Bunlardan istifadə edib K-nı tapmaq lazımdır. Nə edə bilərik burada? M-lərin yerinə KKL gətirib yazmaq olar. Və buradan tək K-nı tapa bilərik. Gətirirəm harda M görsəm, yerinə K, K, L yazıram. Baxın burada M görürəm, yerinə K, K, L yazıram. Onda nə alınır? Alınır ki 1K, 1K buradan getdi, ikisi də buradan. Solda nə qaldı? 3 L burada, biri də burada. Yəni 4 dənə L bərabərdir 1 dənə K-ya. 1K'nın yerinə 4 L aldım. Sonra M-in yerinə və burada bu K'ları atıram. M-in də yerinə gətirib KKL yazıram. KKL sağ tərəfdə də KKL oldu. Elə bu bərabərlik qaldı. Bizə nəyi soruşur elə? K-nı. K da nəyə bərabərdir? Biz zaten də onu tapmışıq elə. 4 dənə elə doğru cavab Y variantı olur. Yəni sualın nəhəng görünməyinə baxmırıq. Sadəcə olaraq nə edirik? Əvəz etmə varsa əvəz edirik. Tərəf-tərəfə toplama vasitəsilə alınırsa tərəf-tərəfə toplayırıq və s. bu formada. 17-də. 17-də yenə mən tərəzinin gözlərinə baxanda ortaqlar görürəm. L-in yerinə gətirib 4 dənə M yazmaq olar. Və yaxud da ki, buradakı K, 1K-nı, bir dənə də M-i ixtisar etsəm, nə alaram? L bərabər olur. Nəyə? K, M, M. K, M, M. Həmçinin L nəyə bərabərdir? 4 dənə M-ə bərabərdir. Bura gətirib 4 dənə də M yazıram. Ortaq olanları ixtisar edəndən sonra bir dənə M getdi, 2 dənə M getdi. K nəyə bərabər olur? M-ə. M bərabərdir K. Elə bizdən də M-in nəyə bərabər olduğunu soruşur. Tapdıq K. Variantda K var. K-nı götürürük. 20-də nə edir bəs? Tərəzinin gözlərindən ortaq olanları atıram. Ulduz bir dairə, bir ulduz bir dairə getdi. Nə qaldı? Dairə və üçbucaq bərabərdir 2 dənə ulduza. Aşağıda da 2 ulduz bir dairə, 2 ulduz bir dairəni atandan sonra 2 dairə bərabər olur üçbucaq və ulduza. Belə bir ifadə alıram. Bu ifadəni 2 dənə üçbucaq yaratmaq istəyirəmsə çarpaz toplayaram. Çarpaz toplayanda alacağım ki, dairə, üçbucaq, üçbucaq, ulduz bərabərdir 2 dairə, 2 dənə də ulduza. Bir dairə, bir ulduz, bir dairə, bir ulduz atandan sonra 2 üçbucaq bərabərdir bir dairə, bir ulduza. Belə bir ifadə aldım. İndi 2 dənə üçbucağın yerinə gətirib bir dairə, bir ulduz yazandan sonra
Bir dairə bir ulduz yazandan sonra ulduzu da yazaram yanına. Amma görürəm ki, belə bir cavab yoxdur. Belə bir cavab yoxdursa, onda bir dəfə də mən bu ifadəni alt-alta toplayaram. Alt-alta toplasam alacağım ki, 3 dənə dairə, bir üçbucaq bərabərdir. Bir dənə üçbucaq, 3 dənə ulduz. Üçbucaqlar gedəndən sonra 3 dairə 3 ulduza bərabərdir. Bu da o deməkdir ki, bir dairə bir ulduzdur. Yəni, bir dairə bir ulduzdursa, gətirib buradan da dairənin yerinə ulduz yazanda, bu da bərabər olur. 2 üçbucaq 2 ulduzdursa, üçbucaq da nədir? Ulduzdur. Üçbucaq ulduza bərabərdir, o da dairəyə bərabərdir. Bu ifadədən bərabərliyi alıram. Onda belə çıxır ki, burada 3 dənə fiqurun 3-ü də bir-birinə bərabərdir. 3-ü də bir-birinə bərabərdirsə, cavabda bu fiqurlardan 3 dənə olan lazımdır. Məhz bu da B variantında verilir. Yəni, o fiqurun yerinə istənilən olardı. 3 dənə üçbucaq olsaydı, o da düz olardı. 3 ulduz, 3 dənə dairə, hamısı düz ola bilərdi. 2 dənə dairə, 1 ulduz, 2 dairə, 1 üçbucaq və s. İstənilən formada 3 fiqur 3-ü də bir-birinə bərabər olduğuna görə onların istənilən kombinasiyasını yaratmaq olardı. 21 məsələn. Yenə də buradan 2K 1 ilə atıram. Buradan da 2K 1 ilə atandan sonra nə alıram? KM bərabərdir 2 dənə elə. Aşağıdan ataram 2 dənə, 3 dənə M-i. 3 dənə M-i atandan sonra 2 dənə K bərabər olur L M-ə. Bizdən 2 dənə L soruşulur. 2 dənə L soruşulur deyə ifadəni tapmaq lazımdır. Baxsaq əgər, görürəm ki, cavabların hamısı M-dirsə, deməli K-nı itirmək lazımdır buradan. K-nı da yoxa çıxarmaq üçün çarpaz toplayaram. Onda olar K, M, L bərabərdir. K, L. 2 dənə L getdi, 2 dənə L getdi. 2 dənə K-nı 1K gedəndən sonra K-nın yerinə nə oldu? MM. K-nın yerinə yazdıq MM. K, MM olandan sonra L nəyə bərabər idi? K, M-ə. K-nın da yerinə gətirib 2 dənə M yazıram. M olur. Yəni 2 dənə L, 3 dənə M-ə bərabər olmuş oldu. Bunların hamısı, qalanların hamısı eyni tipdir. Rəqəm vermə hansında etmək olardı? Mən onu izah edəcəkdim. Rəqəm vermə, baxın, 25 tipli suallarda olur. Yəni, baxın, bir dənə fiqur 3 dənəsindən asılıdır. Burada başqa M, K yoxdur da. Və elə bir qiymət verim ki, 3 dənə M-in cavabı elə bərabər olsun. Məsələn, M-ə gətirib 2 yazıram. M-ə 2 yazandan sonra L neçə olur? 2, 4, 6. L oldu 6. M-ə 2 yazmışamsa 8, K da olur 8. 2 dənə K 8 isə 1 dənə K olur 4. İndi bizdən K-mi soruşur. K nə idi? 4, M nə idi? 2, 6. Cavabı 6 olan bir şey lazımdır bizə. Bu da təbii ki olur L. A variantı doğru olur. Bu rəqəm vermədir. Rəqəm verməni bu zaman etmək olur ki, bir dənə fərqli bir çəki daşı, bir dənə və yaxud da ki, bir neçə dənə eyni çəki daşından asılı olmuş olsun. Fərqli olanda artıq rəqəm vermə bir qədər çətin olur. İndi bunun normal həllinə baxaq bəs. Normal həllində nə etməliyik? 2 dənə K, 2K, 4 dənə M-ə bərabərdirsə, onda 1 dənə K-nın yerinə 2 dənə M olmalıdır. 1 K-nın yerinə 2 dənə M-dirsə, mən gətirib burada 2 dənə M-in yerinə K yazacağım. Onda olacaq K-M bərabərdir L. Buradan da cavab avtomatik alınır. Yəni, heç bir problem yaranmır. Sonra, bunların hər birində eyni tipdir, hər birində bərabərləşdiririk. Əvəz edirik, gətirib yerinə yazırıq. Məsəl üçün, bura. 40-cı suala baxaq. 40-cı sualda nə edir? 2 dənə O yaratmaq lazımdır. 2 dənə O-nu mən çarpaz toplasam yarada bilərəm.
Və yaxud da ki, birbaşa M10-un yerinə gətirib 3 dənə T yazaram. M10-un yerinə birbaşa 3 dənə T yazmaq olar. Birincisi çarpaz toplayaq. Nə alarıq onda? 3 dənə M, 2 dənə O. 3 dənə M, 2 dənə də O. Bərabərdir 6, 7 dənə T-yə. 1, 2, 3, 4, 5, 6, 7 dənə T. İndi M10'un da yerinə, M10'un yerinə, buradakı M10'un yerinə 3 dənə T gedir. 3 dənə T getdi. Buradakı M10'un da yerinə 3 dənə T getdi. Nə oldu? M bərabərdir T alındı. Yəni M-in yerinə əslində T-dirsə, gətirib buradan T yazsam, T o bərabərdir 3 dənə T olur. T'lərin biri gedəndən sonra O-nun yerinə nə alınır? 2 dənə T. 1 dənə O'muz, 2 dənə T-dirsə, bəs 2 dənə O'muz nə olacaq? 4 dənə T olacaq. Cavab 4 dənə T, C variantı olmuş olur. Çox üsulla etmək olar. Fərqli üsullarla etmək olar. Çarpaz toplama, əvəz etmə və s. Altılı toplama ilə də hətta cavab çıxır. Sonra 48-dən sonra, yəni 49-dan 58-ə qədər olan tiplərsə eyni tiplərdir. Burada bəs nə edirik? Burada da ortada bir dənə ağırlıq mərkəzi qoyulur və bu ağırlıq mərkəzinin sağ və sol tərəfindəki çəkilər bir-birlərini tarazlaşdırır. Buradakı qol məsələsi var. Tərəzinin qolu. Onun uzunluğu bizim üçün maraqlıdır. Yəni uzunluğu bizə lazımdır. Buradan asılan çəki daşının kütləsi x-dir. Bəs onun buradan olan qolu nə qədərdir? 3-dür. X-i vururam 3-ə. Üzərinə gəlirəm. Buradan isə 4 asılıb. Birinci sol tərəfdəki çəkiləri toplayıram. Onun qolu nə qədərdir? 1, 2, 3, 4, 5 və 6. 4 vur 6. Sol tərəfdəki çəki sağ tərəfdəkinə bərabər olmalıdır. Buradan asılıb 3. 3-ün buradan qolu 1, 2, 3, 4-dür. 3 vur 4. Üzərinə gəlirəm. 5 vur. Buradan bura qədər 4. Biri bu 5. Bu da 6. 5 vur 6. 30 plus 12, 42 olur. 3x plus 24 bərabərdir 42. Buradan 3x bərabər olacaq 18-ə. X də bərabər olur 6-ya. Deməli, x-in qiyməti nə imiş? 6 imiş. Yəni, bunları bu formada həll edirik. 53-də bəs nə edirik? Yenə də sağ tərəfdəki çəkiləri və sol tərəfdəki çəkiləri bərabərləşdirmək lazımdır. Birinci sağ tərəfə baxaq. Buradan asılıb 5. 5-in qolu 1, 2, 3, 4-dür. Deməli, sağ tərəfdə 5 vur 4 plus 2 vur. Bunun qolu nə qədərdir? 1, 2, 3, 4, 5, 6, 7, 8. 20 plus 16, 36. Sağ tərəfdəki çəki 36-dır. Bəs sol tərəfdəki çəki nədir? Mən buradan asılan kütlələrə baxıram. Buradan asılan kütlələr nə qədərdir? X üstə gələ 2-dir də. Bəs bunun ümumi qolu nə qədərdir? 1, 2, 3, 4, 5, 6. Vururam 6-ya, bərabər olacaq sağ tərəfkinə, yəni 36-ya. Buradan x plus 2, 6 olur. X də bərabər olur 4-ə. Cavab olur 4. Və yaxud da ki, başqa üsulla da etmək olar. Necə? Məsələn, buradakı çəkini 2 kimi qəbul edirəm təzədən. 2-ni vururam nəyə? Bunun eynisidir əslində. Buradan qoluna. Edir 6. Üzərinə gəlirəm. Həmçinin x də buradan asılı baxın. X vur, x-in qolu da yenə eynis qoldur 6. Elə bu da gəlib bizə 6 vur x plus 2 formasında çıxır. Yəni eynidir. Tək-tək də baxmaq olar. Ən rahatı birlikdə baxmaqdır. Sonra x və y də veriləndə necə tapırıq bəs? Yenə eyni. Bura ağırlıq mərkəzidir. Soldakı və sağdakılar bərabər olmalıdırlar. Soldakıları hesablayıram. 7 vur 1, 2. Üzərinə gəlirəm. X vur 1, 2, 3, 4, 6. Bərabər olur sağ tərəfə. 13 vur 2. 26 plus y vur
1, 2, 3, 4, 5, 6'ya. Buradan oldu 14 plus 6x beraberdir 26 üstə gələ 6y. 6x çıx 6y beraber olur 10'a. Her tarafta 2'ye, daha doğrusu 12'ye. 26'dan 14 çıxanda olur 12. Her tarafta 6'ya bölsəm x çıx y beraber olacaq 2'ye. X ilə y'in fərqi 2 olan bir variant tapmalıyam. Bu da D variantındadır ki, x'in yerinə 5, y'in yerinə 3 qoysan 5 çıx 3 bizə 2'ni verər. Eyni şəkildə digərləri üçün də bu ödənir. 58'ə baxaq. X vur 1, 2, 3. Üzərinə gəlirəm 6 vur 1, 2, 3, 4, 5. 6 vur 5, 30. Beraber olur 9'un buradan qolu 3. 27. Üzərinə gəlirəm. Y də vuram neçə? 1, 2, 3, 4, 6, 7 və 8'ə. Y də vuram 8'ə. Buradan aldım ki 3x üstə gələk 30 bərabərdir 27 üstə gələk 8y. Məchulları bir tərəfə keçirsəm 8y çıx 3x bərabər olacaq 3'ə. Və variantlardan bu şərti ödəyən bir cavab tapmalıyam ki, o da hansı olacaq? Y variantı. 8 vur y, yəni 3 çıxaq 3 vur 7. 24 çıx 21 cevabı 3 vermiş olacaq. Buna görə də doğru cavab olur Y variantı 7 və 3. Dən tərəziləri bu formada həll edirik. Ən rahatı, yəni bunlarda 49 və 58 tipdə suallar ki, qəbul imtahanlarında da ya bu tip tərəzidən düşür, ya adi bildiyimiz bayaq 48'ə qədər baxdıqlarımız tipdən düşür. Və yaxud da ki, gələcək mövzuda danışacağımız salxım tərəzilərdən, onlardan düşür. Blok formasında düşə bilər. Bir dənə sual olur, onun ətrafında, yəni bir dənə mətn kimi düşür. Onun ətrafında 3 dənə tərəzilərlə bağlı sual olmuş olur. Ona görə də tərəzilər vacib bir mövzudur. Diqqətlə baxmaq lazımdır. Suallar işləyəndə diqqətli olmaq lazımdır. Əvəz etmə, alt-alta toplama, tərəf-tərəfə toplama, çarpaz toplama kimi üsullardan düzgün şəkildə istifadə etməklə cavabı rahat bir şəkildə tapmaq olar.